tamamlıq cümlə üzvlərindən biridir. Baş üzvümü ikinci dərəcəli üzvümü? İkinci dərəcəli üzvümüzdür. Tamamlıq təyin zərfliyi. Bu formada keçəndə daha rahat yadda qalır. Keçənlər biz biraz müəyyən səhv elədik, biz təyin keçdi, eyb yox. Tamamlıq suallarına əsasən tapılır. Elə geniş sualları yoxdur. Kimi, nəyi, haranı. Bu tamamlığın suallardır. Başqa nəyin suallar ola bilər? Məsələn, ismi sualı kimi də götürə bilərik, düzdür? Başqa işarəsi. Qırıq-qırıq xətmiş olar, tamamlıq. Tamamlığımız cümlədə sadə olar, mürəkkəb ola bilər. Məsələn, ümumiyyətcə bir tamamlıq deyək, evi təmizlədim. Nə etdim? Təmizlədim. Haranı? Evi. Sualların ən çox çalışdığı isə bu haranı sualıdır. Deyək ki, müəllim, haranı sualı olanda ümumiyyətcə ismin hallarından hara ilə bağlı olan suallar ya mübtədə olar, ya yer zərfliyinin sualı olar. Burada isə haranın sualı yalnız istisna məqamdır ki, tamamlığın sual olaraq qalmış olur. Bu bilirik ki, ismin təsirli halının suallardır. İsmin təsirli halının sualı olan zaman ayrılıqda sual verildi, yadınıza gəlirsə. Əgər cümlə daxilində və yaxud da birləşmə daxilində sual verilirsə, bu zaman tamamlığın sualı olur. Məsələn, nə etdik? Təmizlədim, haranı, evi. Sadə mürəkkəb. Sadə. Bir sözdən, yəni bir əsasın hissəsindən, bir leksik mənası olan sözdən ibarətsə murar, nə olacaq? Sadə. Amma desək, elə bir nümunə deyin ki, orada mürəkkəb olsun, yəni mübtəda mürəkkəb olsun, söz yox. Nə edir? Bənənir, varsa, kim? Tutar. Nəyi? Onun gözləri. Görsünüz, ikisi bir yerdə şolar nə olacaq? Tamamlıq olur. Tamamlığın 3 sualını bildik. Digər suallar hansılardır? Kimə, nəyə? Kimə, nəyə? Bax, bu iki sualda cavab verən, yəni ismin hallarına baxırsınız. Adlı haldan başqa, bir də yəli haldan başqa. Yerdə qalan suallar olur, tamamlığın sualları. Amma burada da istisna məqam nədir? Məsələn, kimin, nəyi, haranı? Həm tamamlığın sualıdır, həm də təsirli halı. Kimə, nəyə? Həm yönlük halın sualıdır, həm də nəyin sualıdır? Tamamlığı. Bəs niyə burada haraya yoxdur? Əgər haraya olarsa bu olur yer zərfliyinin sualı. Ona görə götürün. Kimdə, nədə? Kimə, nəyə? Kimdə, nədə? Kimdə, nədə? Edək kimdən? İsmin hallarının suallarıdır, adlıq və yəlikdən başqa. Kimdən, nədən? Sadəcə hara ilə bağlı olan sualların heç biri yoxdur. İstisna məqam haranın sualıdır. Bu suallara cavab verən sözlərimiz nə olacaq? Tamamlanan sual. Nəyə, haranı? Kimə, nəyə? Kimdə, nədə? Kimdən, nədən sualları? Bir də qoşmalı olan suallar var ki, kim ilə, nə ilə, nə barəsində, nə haqqında. Bunlar da tamamlığın suallarıdır. Quruluşuna görə sadə və mürəkkəb olur. Və ifadə vasitələrimiz var tamamlıqda. İsim ola bilərmi? Olar. Baxın, ev sözü burada isimdir. Sifət olarmı? Olar. Və yazaq məsələn, isim. Feildən məstər olarmı? Oxumağı sevirəm. Siz sevmirsiniz təbii ki. Nəyi? Oxumağı. Məstər də olar. Sonra, feili sifət olarmı? İsimləşərkən olar. Məsələn, oxuduqlarımı. Nəyi? Bunlar şahlar quruluşuna görə sadə tamamlıqlardır. İsimlə, sifətlə, sayla, zərflə, əvəzinə ifadə olunur. Məstər və feil sifətlə ifadə olunanlar sadə də ola bilər, mürəkkəb də ola bilər. Əgər bir, məsələn, oxumağı sevirəm, bir əsasın hissəsi, məstərdirsə sadədir. Yaxşı oxumağa meyl edirəm. Nəyə? Yaxşı oxumağa. Bu zaman mürəkkəb tamamlıq olur ki, bu da məstər tərkibindən ifadə olur. Üçüncü növ təyin söz birləşməsi olar, ikinci növ təyin söz birləşməsi olar. Bunlar da tamamlıq mövqeyində çıxış edə bilər. Xülasə, ən vacib suallardan biridir. Tərkib içərisində digər tərkibin olması olur. Vətəndən bura oxumağa gələn hamı əzizdir. Əzizdir kim? Hamı. Hansı hamı deyirik? Vətəndən bura oxumağa gələn. Hansı cümlə üzvünün sualıdır? Təyin. Deməli, bu birbaşa təyin sualıdır. Birbaşa?
Yaxşı. Sadəcə olaraq oxumağa sözünə ayrıca sual versəz, o vermirik ona görə. Bütövlükdə sual verməliyik ki, axırıncı gələn fe'li sifətdə axı özündən qabaq gələni artıq bundan qabağa düşür, deyil? Başa düşdünüz? Bir də təkrar edirəm uşaqlar. Əzizdir, kim, hamı, hansı hamı deyilir, yəni vətəndən bura oxumağa gələn olur. Hansı da təyinin sualıdır. Təyinin sualı olan zaman olacaq fe'li sifət tərkibimiz. Yəni burada tamamlıq yoxdur. Ayrıca tamamlıq kimi götürmürük.